Bir daha axşamınız xeyir doktorlar. Mən Şamxal Tahirzadə, 2013 Universitetin 2013 müalicə işi məzunuyam. 2018 rezidentura məzunu, məhkəmə təbabətində Azərbaycanda işlədikdən sonra 2023-dən Almaniyada yaşayıram və FSB-ni keçib indi hal-hazırda Almaniyada fəaliyyət göstərirəm. FSB-ni və onun alternativləri ilə Almaniyaya biz necə gələ bilərik və ondan sonra da əgər vaxt qalarsa biraz da aprobasiya haqqında danışacağım sizə. Demək ki, FSB Almancası açılışı Fachsprachprüfungdur, yəni tibbi ixtisas Almancası, belə deyək. Bu imtahanda tibbi suallar, tibbi bacarıqlar harca 10-15%, yəni landdan asılı olaraq, amma genəlliklə Alman dili yoxlanılır. Burada amma Alman dilimiz tibbi Alman dilindən söhbət gedir. Və Almaniyada 16 dənə landı var. Hər landın özünün Fachsprachprüfungu var. Bu imtahanı keçirən qurum Almaniyada Ärztekammer deyə bir qurum var. Onun Azərbaycancası deyə bilməyəcəm, amma türkçəsi Təbiblər Birliyidir. Hər landın özünün FSB imtahanı var və bu imtahan bütün Almaniyada tanınır. Misal üçün, siz Bayerində FSB-dən keçsəniz, sizin FSB nəticəniz deyəlim ki, NRV-də, deyəlim ki, Mecklenburg-Vorpommern'da tanınır. Sadəcə girdiyiniz imtahandan o biri landa sənədinizin çəkilməsinə ehtiyac duyulur. Yəni, tanınma baxımında heç bir problem yoxdur. Bir də bizim FSB-mizə, FSB imtahanına alternativ imtahanlar var. Bu dəqiqə onların biri FAMED-dir. Bu dəqiqə ən aktuel olan odur. Bugünkü konumuzdan biri də FSB FAMED imtahanıdır deyə onu az sonra oraya gələcəm. Demək ki, FSB Almanlar demiş ki, Grobgesagt, yəni belə qaba dilindən desək, hamısında yəni aşağı yuxarı eynidir. 3 imtahan 3 mərhələdən ibarətdir. Biri xəstə pasient münasibəti, yəni siz bir həkim, yəni orada rola girir, yəni xəstə roluna girir. Siz ondan anamnez toplayırsınız. Ondan sonra bu 20 dəqiqə çəkir. 20 dəqiqədən sonra sizin topladığınız anamnezi gedib Arztbrief halında, yəni epikriz halında, yəni xəstəyə tarixi deyək. Almanlar Almancada onun adı Arztbriefdir. Onu yazırsınız. Bunda vaxtı 20 dəqiqədir. 20 dəqiqə bu bəzi landlarda kompüter üzərindəndir, bəzi landlarda əl xəttindəndir, bəzilərindən hər ikisini edə bilərsiniz. Bu 20 dəqiqə qutarandan sonra demək ki, sizi həkim aparır bir başqa otağa. Orada bir həkim, bir də dilçi. Bu ikisinin iştirakı ilə bəzən də sizin o xəstə olaraq anamnez topladığınız həkim, hansı ki o xəstə rolundaydı, bir də onun iştirakı ilə, 3 nəfərin bir də sizin iştirakınızla Arztgespräch deyirik buna. Sizin xəstədən aldığınız anamnezi bu adamlar sizdən soruşurlar. Siz ondan nə aldınız? Görüm, yəni burada məqsəd nədir? Sizin xəstəni anlayıb anlamadığınızdır. Belə deyək, ən çətin olan hissəsi, danışıq olaraq ən çətin olan hissəsi budur. Amma yəni, çətin deyə demirəm. Bu üçünün içində ən çətin deyirəm. Yoxsa əslində FSB imtahanı çox da qabardılacaq qədər çətin deyil. Bu belə. FSB imtahanını artıq sənəd göndərmək, bunun üçün biz zaten danışmışdıq Ayşə doktor sizinlə. Bunun üçün hər land və land ayrı-ayrı danışarıq. Mən burada sadəcə Bayeri və Türingendən danışacağım. Və B2 imtahanı demək olar bütün landlarda ən önəmli, ən birinci başlanğıçdır. Yəni, bir A, B, C sənədlərini mən saymıram. Amma B2 sertifikatımızın olması bizim Almaniyada ilk addımları, yəni sənəd-sünəd işlərindəki ilk başlanğıcı, ilk addımlarımızı ata bilməmiz üçün olan bir mərhələdir. Bu belə. Demək ki, bu dəqiqə Almaniyada ən aktuel olan bir Bayerindir, bir
FSB Türingendir, bir də Famet dediyim kimi. Bunların hərəsinin üçünün də niyə aktuel olduğunu sizə deyəcəm. Birinci Türingendən başlayaq. Türingen landı demək ki, Almaniyanın Azərbaycanca deyək, daha doğrusu Rusca deyəsi olsaq, köhnə GDR olan landlarından biridir. Yerləşmə olaraq Bayerindən yuxarıda bir landdır. Paytaxtı Erfurtdur. Türingen əslində insanların ağlında belə qəribə bir anlayış var ki, o GDR landları köhnədir, geridə qalmışdır. Əslində bu qədər abartılacaq dərəcədə deyil. Düzdür, Bayerindən, Baden-Württembergdən bəlkə bəzi mövzularda, bəzi nüanslarda geridə qala bilərlər. Amma yəni, ora getməyimizə mane olacaq heç bir şey yoxdur. Bu bir. İkincisi, köhnə GDR landlarında, şəhərlərində rasizm çoxdur deyirlər. Bu, həqiqətən bunun, belə deyək də, bunun bir neçə, yəni şəxsə qalmış şəxslərə olan bir münasibətdir. Yəni, ümumilikdə Almaniyanın GDR əyalətlərində rasizm var deyə bir şey yoxdur. Bunu kim deyirsə, mən 2 ildən çoxdur Almaniyadayam. Məsələn, hər kəsə belə bir şey edilir deyə bunu mən heç eşitmədim. Amma rasizm Baden-Württemberg məsələn ən deyək ki, rasizmin ən az rastlandığı Bayerindir. Bayerində belə rasizmə məruz qalan Ausländerlər vardır. Ona görə GDR landlarında rasizm var deyib ora getməyək deyə bir şey yox. Bu bir. İkinci, ən əsas. Niyə biz Türingen deyirik? Türingen 2024-cü ilə qədər aprobasiyası olmayan adamlara növbələr vermirlər. Hətta bəzi klinikalar aprobasiyasız adam götürmürdülər. Aprobasiyası olmayan adam işə götürmürdülər. Ona görə insanlar Türingendən uzaqlaşdı və Türingen artıq Türingendə Almaniyanın digər landlarına görə kifayət qədər böyük, hətta o digər landların aralarında fərq o kifayət qədər nəzərə çarpacaq dərəcədə bariz görünən həkim qıtlığı oldu və buna görə artıq Türingen belə qərar aldı ki, artıq aprobasiyası olmayan da işə götürürük və buna görə də imtahanı çox rahat elədilər. İmtahanın rahatlığı bundan ibarətdir. İmtahan rahatlığı o deməkdir ki, müəllimlər, yəni imtahan, o prüferlər deyək də, imtahan götürən adamlar səni kəsməkdə maraqlı deyirlər. Tam tərsinə səni götürməkdə maraqlıdırlar. Daha doğrusu imtahanı keçməkdə maraqlıdırlar. Bu məsələn Bayerində tamamilə tərsdir. Ona görə FSB Türingen bu dəqiqə çox adamın, düzdür, bəzi adamlar bundan xəbərsizdir, amma inanılmaz dərəcədə sürətlə qalxan tendensiya ilə Türingenə müraciətlər var. İmtahanın gedişatı bayaq sizə dediyim 3 mərhələ eynidir, heç bir fərqi yoxdur. İmtahana özəl fallar yoxdur. Misal üçün, Bayerində indi hazırlaşanlar varsa və yaxud da məlumatlı olanlar varsa, bunlar bilirlər. Türingen üçün özəl fallar yoxdur. Mənim 2 dənə çox yaxın, yəni 10-15 illik tanışlarım var bu imtahanı keçən. Ona görə onların bütün imtahan hazırlığı, imtahandan keçmək, imtahandan sonra iş tapmaq hamısı mənim gözümün qabağında baş verib deyə Türingen haqqında ağız dolusu danışa bilirəm. Düzdür, mən özüm Türingenə girməmişəm. Gərək öncə bunu deməliydim. Niyə Türingen haqqında bu qədər bilgim var? Və Türingen orada dediyim kimi fal fərqlilikləri yoxdur. Adamlar, misal üçün, belə bir kitab var. 50 önəmli fal cərrahiyyədə və terapiyada. Cəmaət bu kitabı oxuyub gedib o imtahanı keçirlər. Bu belə. Amma burada bir dənə əmma nədir? Türingenə bizi getməyimizə mane olan nədir? Türingen landında FSB termini ala bilmək üçün siz Türingen landında ya Zuzageniz olması lazım. Zuzagen nə deməkdir? Deyəlim ki, bir xəstəxana ilə danışırsınız. Hansısa şöbə rəisi sizə belə bir sənəd verir. Misal üçün, Əliyev Vəli
imtahanı keçəndən sonra mən bu adamı işə götürəcəm deyə belə bir sənəd verir. Bu sənədin adı Zusage-dir. Biz Almaniyaya gəlmədən də bu sənədi lazım olan sənədlərin üstünə qoyub, bulanda göndərib biz FSB termini ala bilərik. Ya da ki, əgər Zusage ala bilmiriksə, Zusage-miz yoxdursa, Türingen landında anmeldin olmamız lazım. Anmeldin nədir? Yəni Azərbaycanca deyəsi olsa qeydiyyat olması lazım. Yəni bu demək ki, siz Almaniyaya milli viza ilə gəlirsiniz. Çünki Schengenlə gələndə anmeldin olmaq olmur. Milli viza ilə gəlirik. İstənilən milli viza ilə gələ bilərsiniz. Nə milli viza? İstəyirsiniz kurs vizası ilə gəlin, istəyirsiniz FSB vizası ilə gəlin. İndi FAMED danışanda onu da deyəcəm. Nə olur olsun, amma yetər ki, milli viza olsun və Türingen ərazisində bir yaxınınız, tanışınız, bilmirəm artıq onu necə həll edəcəksinizsə, orada bir evdə sizi icazə verəcək, o evdə yaşamanız şərt deyil. Sadəcə o evə qeydiyyat olmanız lazım. Bu olacağı təqdirdə lazım olan standart digər sənədlərlə birlikdə bu Türingen landında anmeldin olma sənədinizi qoyub göndərirsiniz. Sonra üstünlüklərdən biri, çox tez termin ala bilirsiniz. Bu dəqiqə hal-hazırda Bayerində deyəlim ki, siz bugün bütün back-up elədiyiniz, tərcümə etdiyiniz sənədləri deyərəm ki, bugün göndərirsiniz. Sizin ən yaxşı halda 9 aydan tez sizə imtahan termini gəlmir. Yəni 9 ay ən möhtəşəmdir bu dəqiqə. Məsələn, mən 2 il əvvəl gəlmişəm Almaniyaya, mənim vaxtımda 6 ay idi. Amma indi hal-hazırda 9 aydır. 9 aydan tez FSB imtahanına vünş termin belə çox nadir, illaki vardır. Mən bir şeyi inkar etmək üçün gərək hər kəsi bir yoxlayasan, mən ümumi deyirəm. Yəni, yoxdur demirəm, amma ümumilikdə 9 aydır. Amma Türingendə isə 6 aya biz imtahana direkt girə bilirik. Yəni, deyərəm ki, siz bugün sənədlərinizi göndərdiniz, 6 aya biz imtahana giririk. Hansı ki, Bayerində 9 ay dediyim vünş termindir. Misal üçün, sizə vünş termin gəlir ki, misal üçün, ay Əliyev Vəli, haçan imtahana girmək istəyəm? Biz də deyirik ki, misal üçün, 3 ay sonra, onlar deyilir, hə, yaxşı. Amma Türingendə isə bu 6 aydır. 6 ay sonra imtahana girə bilirik. Bu belə. Yəni, FSB termininin çox tez gəlməsi, imtahan, yəni mən Türingendən imtahandan keçmə, indi hal-hazırda onu internetdə tapa bilmədim, amma bu rəsmi açıqlama idi. Harca 70% üzərindədir imtahanı keçmək. Amma bu Bayerində harca 20%'dədir. Ona görə Türingen, mən kaş ki əlimdə belə bir şey olsa da, bütün Azərbaycanda Almaniyaya gəlmək istəyən, Almaniyada karyera qurmaq istəyən bütün kollega yoldaşlarımı Almaniyada Türingeni önərərdim. Çünki dediyim kimi, Türingendə işlər çox tez başa verir. Misal üçün, Bayerində və yaxud da misal mən konkret bildiyim NRV-də misal üçün imtahandan kəsildiyi halda ikinci imtahanı 6 aydan tez, bu da ortalama da deyirəm, bəlkə 4 aya da girən olur, amma indilərdə 6 aydan tez imtahana girmək olmur. Amma Türingendə 2 ay sonra imtahana girmək olur. Bu dediyim 2025'in informasiyalarıdır. İndi 2026'da bu bəlkə 2 ay o tərəfə gecər, amma zənn etmirəm Bayerindən çox olar. Bayerindən bu niyə müqayisəyə gəlmir? Çünki indi deyəcəm, bu Bayerin FSB-sini o haqqında danışanda deyəcəm. Türingen biraz o balansı necə qoruyur? Almaniyaya gəlmək şərti qoruyur ya da Zusage. Bu dəqiqə Zusage rahat tapmaq olmur. Bir dənə qalır Almaniyaya gəlib Türingendə anmeldin ola bilməkdir. Bu da ki, yəni onsuz da özü başlı-başına bir problemdir deyə. Ona görə Türingen zənn etmirəm yaxın bir neçə ildə Bayerin qədər belə yüklənər. Ona görə Türingen belə ümid edirəm ki, belə deyək, belə adam belə çıxarış etmək olur ki, inanmıram 2 il, hələ 2 il bu effektdə davam edəcək kimi gəlir. Ona görə Almaniyada anmeldin olan, nə bilim, dost tanışınız varsa, hələ də hansı landı seçirəm deyəcəyiniz varsa, məncə şərtsiz, şübhəsiz Türingenə önərə bilərsiniz. İndi gələk Bavariyaya, yəni Bayerin. Bayerin FSB-si Almaniyaya bunun bir dənə üstünlüyü nədir? Ən önəmli. Yəni, bir dənə deyib
A yerini çox qaralamayaq. Ən önəmli üstünlüyü nədir? Bayerindən termin ala bilmək üçün Almaniyaya gəlmə şərtiniz yoxdur. Misal üçün, mən də Bayerinə sənədlərimi göndərəndə Azərbaycandaydım. Bu hələ də belədir. Və bütün sənədlərinizi, lazım olan sənədlər və bizdən tələb olunan sənədlər çətin sənədlər deyil. Misal üçün, Türingendə mən unutdum onu deməyə. Türingendə, misal üçün, bəzi adamlarda imtahana giriş üçün, yəni FSB termini üçün bizdən sənədin adı nə idi? Məsələn, 6 il boyunca biz nələr keçmişik? Ona nə deyirlər? Unutdum, ağlıma gəlmir o söz. O həmin sənədi istəyirlər, amma Bayerində o bizdən istənilmir. Türingendə bəzi imtahana girəcəklərdən imtahan öncəsi istəyirlər o sənədi, ondan sonra FSB termini verirlər. Mənim bir tanışıma isə FSB termini verdilər, imtahanı keçdi, Berufsverlaubennis alanda, yəni iş icazəsi alanda onu istədilər ondan ki, sən o sənədi gətir, ondan sonra sənə Berufsverlaubennis verək. Ona görə, yəni Türingendə işləyə bilmək üçün hər halda bu sənədə ehtiyac var, amma Bayerində ehtiyac yoxdur. Mən Bayerində Berufsverlaubennis almışam, məndən o sənədi istəyən olmayıb. Bayerində Almaniyada olmadan FSB-yə anmeldin ola bilirik deyə, FSB-yə girə bilirik, FSB termini ala bilirik deyə Bayerin bu dəqiqə inanılmaz yüklənib. İnanılmaz. İnanılmaz çox yüklənib. Ona görə də imtahan götürənlər, yəni prüferlər maraqlıdır ki, bu sayı azaltsınlar. Sayı azaltmağı sənəd işlərində eləmək istəmirlər. Niyə? Çünki 500 avrodur. Yəni FSB imtahanları Almaniyanın Erste Kamera dediyim Erste Kameranı özlərini dolandırmaq üçün kifayət qədər önəmli gəlir qaynaqlardır. Ona görə heç kimsə bu FSB-ni sənəd mövzusunda rahatlatmaq və yaxud çətinləşdirməkdə maraqlı deyil. Niyə? Çünki FSB Bavariya bu bariyer qoysa, hansı ki ora gələn adamların sayı azalsa, onlar, yəni məsəl üçün ildə, indi mən bilmirəm, amma məsələn ayda ən azı 100 nəfər imtahana girir. Kəsilənləri demirəm, ən azı 100 nəfər imtahana girir. Yəni 100 nəfər demək 100 vurulsun 500 avrodur. Ona görə yəni mən zənn etmirəm Bavariya bu dəqiqə o məhdudiyyətlər qoyar. Nətər bu dəqiqə Bayerində iş tapmaq həqiqətən də böyük bir problemə çevrilib. Bunun da səbəbi nədir? İnsanlar gedirlər başqa landlarda sənəd FSB-dən keçirlər, sənədlərini çəkirlər Bayerinə. Bunda da artıq burada yenə də misal üçün imtahan rəhbərləri imtahanı çətinləşdirib cəmaatı daha az imtahandan keçirdirlər ki, adam az olsun, iş yerlərində o balans qorunsun. Bu dəfə də insanlar gedib başqa landlarda FSB-dən keçib sənədlərini çəkirlər bura. Yenə də Bayerin dolmuş olmuş olur. Niyə Bayerinə gəlirsiniz? Bayerin Almaniyanın ən inkişaf etmiş, ən elit landıdır. Həm ən böyük landıdır, ən böyük demək ən çox xəstəxana demək, ən çox xəstəxana da demək ən çox iş imkanı deməkdir. Buna görə Bayerin. Sonra Bayerin maaşlar olaraq düzdür, maaşlar olaraq belə dəhşətli fərqlər yoxdur, amma maaş olaraq, gəlir olaraq, misal üçün növbə başına düşən pullar Bayerində digər landlara nisbətən kifayət qədər olmasa da müəyyən qədər artıqdır. Ona görə Bayerin yəni Almaniyaya gələn hər kəsi ilk cəzb edən landdır. Amma dediyim kimi son zamanlar həm imtahana sənəd verənlərin sayında artışa görə, həm də digər landlardan imtahandan keçib Bayerinə sənəd çəkib Bayerində iş axtaranlara görə Bayerin inanılmaz tıxanıb, inanılmaz. Bayerinin imtahanı haqqında biraz qısaca dəyinim. Məncə Bayerin ən çox informasiya, ortalıqda ən çox informasiya olan landdır. Yəni Bayerin FSB haqqında demək olar hər şey ortalıqdadır. Çoxlu Telegramda qruplar var, çoxlu Facebookda, ondan sonra WhatsAppda bir sürü qrup var. Bu Bayerin FSB imtahanına girəcək, girmiş olan, keçmiş olan adamların qurduğu. Bayerin imtahanında 32 dənə fal var, ancaq bunlar düşür. Düzdür, mən Bayerində Berufsverlaubennis'i
FSB-dən keçərək almamışam, FAMED-dən keçərək almışam, onu da deyəcəm.